Akşamınız xeyir olsun. Sizi Rezad Mexanika İnstitutunun aparıcı elm işçisi Vəfa Məmmədova narahat edir. Bir neçə saat bundan qabaq mən övladımla birlikdə Dubaydan FISO adlı beynəlxalq bir olimpiyadadan geri dönmüşük vətənə. Çox ağır bir uçuşumuz olmuşdu. Müəyyən səbəblərə görə bilirik bunu hamımız. Bu videonu yazmaqda, paylaşmaqda belə operativ olaraq əsas səbəbim, məqsədim də odur ki, birincisi sizinlə bölüşmək istəyirəm. Düz heç vaxt düşünə də bilməzdim ki, belə bir hadisə başıma gələ bilər. Və ikinci tərəfi də ki, bəlkə kimisə qoruya bilərik ki, onların başına belə bir hadisə gəlməsin. Mən çox xoşbəxt olardım. Çünki heç kəs istəməzdim ki, belə bir şeylə qarşılaşsın, belə bir halla. Mənim övladım Xəlilov Əzizə Landauda Sibris korpusunda 7-ci sinifdə ingilis bölməsində oxuyur. Yaxşı oxuyan uşaqdır, əlaçıdır. Ümumiyyətlə biz uşaqların inkişafında, təhsilinə xüsusən çox böyük önəm veririk. Əzizə iştirak elədi FISO adlı olimpiyadada, bu Bakıda keçirilirdi və finala bir vəsiqə qazandı, gümüş medalla. Landau'nun olimpiyadalardan məşğul olan xüsusi bir departamenti var. Bu departamentin də böyüyü sədri Pərvin xanımdır. Və Pərvin xanım da düzü məsləhət gördü ki, Vəfa xanım çox məsləhət görürəm, yaxşı bir olimpiyadadır. Bu olimpiyadalarla Global Olympiad Center məşğul olur. Onun direktoru Xəyal İbrahimzadədir. Sədr müavini Əli Müəllim Mirzəyev. Çox yüksək səviyyədə hər şey təşkil olunur. Yəni, mən sizə məsləhət görürəm. Mən də bu Pərvin xanım məsləhət görübsə, Landau məktəbinin xüsusən bunlar bu işlə məşğul olurlarsa daha yaxşı bilirlər. Deyirlərsə ki, lazımdır, biz də gəlik dəstəkləyək. Biz razılığımızı verdik. Əlbəttə ki, bu yarışma pulu yarışma idi. Qiyməti dollarla 1600 idi, səhv verəmirsə. Bəli, silver kateqoriyası $1650. Valideyn üçünsə əlavə olaraq $1600 ödəmək lazım idi. Mən ödənişi onların ofislərində etdim. Afmolda, Af Business House 7-ci mərtəbədə. Şəxsən Əli müəllimin əlinə vermişdim 5000 manatı. Mənə heç bir çek də təqdim olunmamışdı. Qalan hissəni isə 525 manatı mən Əli müəllimin kartına köçürmüşdüm. Kapital Bank idi onun kartı. Və gəldik biz olimpiyadaya. Olimpiyadada mən artıq hiss etməyə başlamışdım ki, bu nəsə heç beynəlxalq olimpiyada oxşamır. Çünki Bakıdan səhv etmirəmsə 183 nəfər iştirakçı var idi. Mən soruşan ölkələrdən nə qədər iştirakçı var, axı bu sual kitabçaları hazırlamaq, bunlar nə qədər vaxt aparacaq. Əgər təkcə balaca bir Azərbaycandan bu qədər uşaq gedibsə, o biri ölkələrdən, daha böyük ölkələrdən biz yəni ki, artıq suallar yaranmağa başladı. Gəldik, imtahan verdik. Ayın 17-si bizdə qala gecə keçirildi. Yəni, burada mükafatlandırma olacaqdı. Artıq təqdimat olunacaqdı ki, hansı uşaq qızıl alıb, hansı bürünc. Biz həmən o məkana gələndə elə də böyük bir məkan deyildi, zal idi. Baxdım ki, orada ancaq Azərbaycanlılar əyləşib. Pərvin xanım da oradaydı, həmən bu Landau məktəbinin olimpiyadalarla məşğul olan o xanım. Sualı verəndə gələcəklər indi, xaricilər gəlir. Bəs burada Avropadır, Amerikadandır bu iştirakçılar, bu beynəlxalq səviyyəli bir olimpiyada sayılır. Yox, indi gələcəklər. Gözlədik, əlbəttə ki, onlar gəlib çıxmadı. İştirak edənlər Mozambikdən iştirakçılar var idi, düzdür. Özbəkistandan, Gürcüstandan bir nəfər, 2 nəfər Türkiyədən və qalanı da ki, hamısı Azərbaycandan idi. Bu qala
adlı gecə başlayanda təqdimatda heç kəs bir söz demədi ki, bu nə olimpiyadasıdır, ha vaxt yaranıb, kimdir bunun sədri, mavini, neçənci ildə, bunlar hansı professorlardır, hansı institutun müəllimi, yəni sıfır, yəni heç bir məlumat olmadı, sadəcə olaraq aparıcı mikrofonu götürdü və başladı mükafatlandırmanı səsləndirməyə. Və artıq şübhələr çoxalmağa başladı. Mən başladım özüm araşdırma etməyə. Düzü internetdə, ChatGPT-də heç bir məlumat tapa bilmədim. Sorğu da verəndə ki, bu doğrudan beynəlxalq səviyyəli bir olimpiyada sayılırmı? ChatGPT dedi, yox, bu beynəlxalq səviyyəli bir olimpiyada da deyil. Belə suallar çıxanda və mən onda başladım artıq müraciət etməyə ki, bu nə olimpiyadasıdır? Kimdir burada başçı? Bəs nə üçün burada heç bir çıxış olmadı ki, bu FISO adlanan olimpiyada haqqında bizə bir məlumat verilsin? Heç kəs heç nə deyə bilmədi. Həmən bu Pərvin xanıma mən bu sualı verəndə Pərvin xanım dedi ki, düz deyirsiniz, heç nə deyə bilmədi. Dedi, sizlə mən tam razıyam. Biz də gözləmirdik ki, belə səviyyəli bir olimpiyada olacaq. Deyirəm, bəs siz niyə araşdırmadınız ki? Axı, siz mənə məsləhət gördünüz. Siz bu olimpiyada departamentinin müdürü sayılırsınız. Araşdırmadan siz mənə bunu nə cür məsləhət verə bilərsiniz, görə bilərsiniz. Çünki deyir, ondan qabaq 2 dənə olimpiyada olmuşdu. Biri Türkiyədə, biri də hardasa çox yüksək səviyyədə. Deyirəm, siz belə qərarlar verirsiniz. Deyirəm, siz başa düşürsünüz ki, bu sizin səhvinizdir. Bəlkə bura gələrdi, başqa bir hadisələr də baş verə bilərdi. Onda indi tələb edin, indi sualınızı verin ki, baxın, mən bura valideynlər gətirmişəm, şagirdlər gətirmişəm, mənə sual verirlər, mənim özümə də maraqlıdır. Siz indi niyə araşdırmırsınız? Çox təəssüflər olsun ki, Pərvin xanım işini etmədi. İndi baxacaq, görək Landau məktəbi hansı addımlar atacaq. Çünki mən etibar etdim. Bəlkə də səhv etdim. Ola bilər, bəlkə də düzdür. Доверяй, но проверяй, ruslar deyirlər. Proverka eləmək yəqin ki, lazım idi. Bu mənim səhvimdir yəqin ki. Düzü, çox pis oldum mən Bakıya dönəndə. Əlbəttə ki, məktublarımı yazmışam Təhsil Nazirliyinə ki, nə üçün buna nəzarət yoxdur bu dərəcədə. Feykovi bir olimpiyadadır, belə deyək də. Kommersiya tipli bir olimpiyadadır bu, vəssalam. Maddi marağa gedən bir olimpiyada olduğunu gördüm. Məktubları yazdım. Əlbəttə ki, prokuraturaya da yazdım, Təhsil Nazirliyinə də yazdım. İndi onlardan məktub gözləyirəm. İndi yəqin ki, Landau məktəbindən də bir mənə cavab olacaq ki, nə cür onlar da belə bir departament yaradıblar, amma bu departament heç bir araşdırma aparmadan məsləhətlər verir ki, yaxşı olimpiyadadır. Bu qeyri-peşəkar bir yanaşmadır. Mən vətənə dönəndə, dediyim kimi, bir neçə saat bundan qabaq vətənə döndüm övladımla, orada görəndə ki, o təşkilatçılardan biri dedi ki, uşaqlara ki, bu medalları alsınlar. Pərvin xanımın özünün çiynində bizim Azərbaycanımızın bayrağını görəndə mən bilmirəm nə üçün məndə belə bir reaksiya oldu. Mən çox qəzəbləndim və Pərvin xanıma yaxınlaşdım ki, bəlkə artıq kifayət edər. Bəlkə kifayətdir. Mənim üçün bu belə bir olimpiyadada iştirak və sizin bu çiyninizə bizim bayrağı qoymaq özü bir hörmətsizlikdir bayrağımıza qarşı. Oradakı uşaqlara da dedim ki, uşaqlar, o medallarınızın heç bir mənası yoxdur. Çox mənasız medallardır. Düzdür, siz əziyyət çəkmisiniz. Yaxşı oxuyan uşaqlarımızdır. Amma nə cür olar ki, Azərbaycandan 183 deyəsən, valideynlər də bir yekdə iştirakçı var idi. Demək olar ki, hamısı medalla qayıtmışdı. Mən orada bir nəfər tapa bilmədim ki, medalsız olsun o uşaq ki, hamının medalı var. Gümüş, qızıl, bürünc, hamı medalla idi. Çox pis oldum və oradan aeroportdan da çıxanda İTV kanalı,
bizim rəqqasələrimiz. Yəni övladımı qoymadım orada dayansın. Övladım düzdür, pis oldu ki, mən də istəyərdim orada. Dedim, yox. Belə orada dayanmaq, yalandan, belə bir fake bir olimpiyadanın iştirakçısı olmaq. Sən onsuz da qalibsən. Sən onsuz da savadlı, ağıllı bir qızsan. Amma bu yalancı bir olimpiyadadır. Bu, pul xətrinə. Bilmirəm, orada nə qədər yiyintilər olur, nələr, hansı işlər görülür. Mən müraciət etmişəm bu orqanlara və onlardan mən gözləyirəm, bir cavab alacağım. Araşdırma edəcəklər. Sadəcə olaraq vaxt lazımdır. Çox xahiş edərdim. Mən orada valideynin biri mənə dedi ki, siz niyə belə edirsiniz? Axı, biz övladlarımıza görə edirik. Bəs mən övladıma görə etmədim. Xərc də çəkdim, əziyyət də çəkdim. Amma gəlin övladlarımıza qorxmayaq səhvlərini qəbul etməkdə. Özümüzə də, özümüzün də səhvlərimizi etiraf etməkdən qorxmayaq. Nə olar ki, biz də səhv etdik. Bəli, mən də inandım Landaoya ki, gedək, yaxşı bir alim. Gərək mən özüm də araşdırardım. Bu, mənim üçün bu belə bir dərsdir. Amma gəlin övladlarımıza belə tərbiyələndirməyək. Birinci özümüzdən başlayaq. Birinci özümüzü təmizləyək, təmiz, düz olaq. Qorxmayaq həqiqətdən. Nə olar ki? Nə olar ki, biz yıxıldıq, səhv etdik. Bəli, bu çox ağrılı idi. Bu çox... Mən də ağladım orada. Ağladım. Çox pis oldum ki, məni belə ağlatdılar. Belə bir oyunun mən də iştirakçısı oldum. Eybi yoxdur. Hər bir zülmətli gecənin bir işıqlı sabahı var. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Öz səhvlərimlə də fəxr edirəm. Çünki bu səhvlərdən sonra mən qalxıram və daha da güclü oluram. Heç bir bizə arzu etmirəm belə aldanmağı. Çox sağ olun.